həqiqətən çox peşmanam. 2 il bundan qabaq, 2023-cü ildə digər cərrah tərəfindən uğursuz əməliyyatım oldu. Göründüyü kimi çapıq var, qarboşka qaldı. Burun ucu yoxdur demək olar ki. Həqiqətən çox peşmanam. Keşkə elə ilk əməliyyatımı Səbahattin doktora elətdirərdim. Doktoruma çox güvənirəm və bilirəm ki, gözlədiyimdən də daha gözəl olacağına inanıram. Biraz sonra bir burun ameliyatına gireceğiz. Rekonstrüktif bir burun ameliyatı. Artık burun ucu tamamen belirgin anatomik yapılarını kaybetmiş. Burun ucunun belirginleştiği yok, kanatların düzgünlüğü yok ve burunda yayılma ve basılma dediğimiz şikayetler var. Bir neçə saat bundan öncə əməliyyat olmuşam. Çox yaxşıyam, özümü çox gözəl hiss edirəm. Çox qəşəng nəfəs alıram, əsas məsələ. Çox təşəkkür edirəm, özümü çox gözəl hiss edirəm. Yaxşı ki, seçmişəm Səbahattin doktoru, yaxşı ki, onun yanına gəldim. Məndə ikinci əməliyyat idi. Çox yaxşıyam.